Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirildi ki, əmək müqaviləsi ilə işləyən hər bir işçi üçün sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrə qarşı sığorta təminatı məcburidir. Qurum həmçinin qeyd etdi ki, əmək müqaviləsi bağlamadan işçi çalışanlara qarşı mütəmadi yoxlamalar aparılır və qanun pozuntuları aşkar edildikdə həm cərimələr tətbiq olunur, həm də kompensasiya hesablanır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə edilir.